Mirzoyanın belə bir ifadəsi var idi ki, de facto Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur. Düzdür, münaqişə yoxdur, amma Ermənistan tərəfi son dövrlər Azərbaycan ordusunun mövqelərini davamlı şəkildə atəşə tutur. Bu birinci məsələ. İkinci məsələ ATƏT Minsk qrupu ilə bağlıdır. Ermənistan tərəfi iddia edir ki, biz sülh müqaviləsi bağladığımız gün bu qurumun ləğvi ilə bağlı sənədi imzalaya bilərik. Görürük ki, hansısa formada Minsk qrupundan ən azı adından özlərinin xeyrinə istifadə etməyə çalışır. Amma düşünüb onu tapa bilmirik. Minsk qrupunun var olmasının ad olaraq həm də Ermənistan üçün faydası nədir? Baxın, burada Ermənistan tərəfi konstitusiyada dəyişilməyi bilməli şəkildə dilə gətirmir. Və ardınca da deyir ki, biz sülh müqaviləsi bağlayan günü elə 10 dəqiqədən sonra ATƏT Minsk qrupunu buraxmaq haqqında da sənəd qəbul edə bilərik. Bizim tərəf də deyir ki, konstitusiya dəyişikliyi olmadan sülh müqaviləsi olmayacaq. Yəni bu dolayısıyla ora gəlib çıxır ki, sülh müqaviləsi olmadan Ermənistan ifadə edir ki, biz ATƏT Minsk qrupunu buraxmırıq. Bu açması budur. Minsk qrupunu buraxmamaqda israrlı olması o deməkdir ki, indiki status quo-nu, reallığı Ermənistan tanımaq istəmir. Münaqişə bitməyib deyir. Faktiki olaraq münaqişə bitibdir. Azərbaycan ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalıbdılar. Bütün dünyada artıq bunu qəbullanıbdır. Amma bu Minsk qrupu nəyə lazımdır? Münaqişə ilə tərəflər arasında vasitəçidir. Onu ciddi cəhd ilə saxlamaqsa, yox, hələ münaqişə var və ona bağlı qurumda qalmalıdır deməkdir. Açması bundan ibarətdir. Bizdən elə davranılır, sanki işğalçı dövlət biz olmuşuq 30 ilə yaxın. Razılaşırım. Həm də burada yenə şərtə bağlayırlar bunu. Yəni əslində bu qeyri-şərtsiz buraxılmalıdır. Yəni münaqişə bitəndən sonra, müharibə bitəndən sonra və Ermənistan tərəfdə artıq bu prosesdə Qarabağda Azərbaycan ərazisi tanıyandan sonra avtomatik olaraq buraxılması haqqında razılıq gəlməlidir. Deməli, bunların hansı bunun arxasında müəyyən addımları və planları vardır. Bir neçə ABV proqramları ola bilər. Məsələn, ilk ağla gələnlərdən birisi budur ki, onlar məsələni uzatmaqla bəlkə bir force-major vəziyyət yaranar, bəlkə Rusiya-Ukrayna cəbhəsində bir fərqli mühit vəziyyət yaranar, bəlkə bu yeni dünya düzəni qurulması söhbətlərində bölgədə yeni vəziyyət yaranar və Ermənistan burada yeni revanş imkanlarından istifadə edə bilərlər. Bir gözlənti bu ola bilər. İkinci gözlənti ola bilər ki, qarşıdan seçkilər gəlir. Böyük ehtimalla həm də Paşinyan buradakı özünü bir sülh göyərçini kimi göstərir, amma əslində belə bir vəziyyətə hazırlaşa bilər ki, iki variant var. Seçkini uduram rahatlıqla. İki, seçkini uduramsa bir aralıq variantda seçkiyə qalib gəlmiş tərəfə pressliklər, təzyiqlər lazımdır ki, bu təzyiqlər vasitəsilə qısa zamanda onları meydandan çıxarmaq və yenidən hakimiyyətə qayıtmaq. O mənada onda konstitusiyada dəyişiklikləri növbəti hakimiyyətə gələnlərin boynuna qoymaq istəyi. Bunun özü də bir məsələdir. Və həm də ATƏT-in Minsk qrupundan imtina etməməyi ilə bağlı, əgər revanşistlər hakimiyyətə gələrsə, müharibə başlayarsa, Paşinyanın onda ciddi şəkildə artıq əlində şüarlar olsun ki, baxın, gəldilər mənə müxalif olanlar, müharibə başladılar, mən vasitəçiləri saxlamışdım ki, bunun arasını kəsin məsələnin və s. Yəni, ikinci variant buna hazırlaşa bilər. Üçüncü variant, seçkini əgər rahatlıqla udarsa, hakimiyyətdə qalarsa, bundan sonra artıq konstitusiyada dəyişiklik eləmə məsələsini əl atsın ki, onda daxildəki təzyiqlərin seçkiyə tərsi olmayan təzyiqlər şəklində təzahür eləməyə məsələsi olsun. Yəni, bunları təbii ki, hesab kitabla bunlar eləyirlər və sərhəddə siz söhbətinizin müqəddiməsində dediniz ki, artıq bu atışmalar da baş verir və bunun da fonunda bu məsələlər var ortada. Bilirsiniz, söhbət buradan gedir ki, biz həmişə Ermənistan cəmiyyətini belə indi baxanda üzdən parçalanmış cəmiyyət, güya kilsə ilə hakimiyyət arasında ziddiyyət vardır, diasporanın hakimiyyət arasında müxalifətdən. Bütün zamanlarda erməni cəmiyyətində birlik olub at yapıda. Mən hesab edirəm ki, indinin özündə də danışıqlar gedir. Birlik var. Təbii, birlik var və onlar at yapıda mütləq şəkildə danışıq aparırlar və sadəcə olaraq oyunda biri-birinə pas ötürmək imkanlarını yoxlayırlar. Petroçyanın yaxın zamanlarda ki, məlum çıxışı oldu, yayıldı. Oradan da məlum oldu, biz də Petroçyanı biraz başqa cür qəbul edirdik, tanıyırdıq, nisbətən sevər adam kimi ki, bəzi çağırışlar olmuşdu ki, indi müqavilə bağlamasaq Azərbaycanla bir müddətdən sonra əlimizdə olan itiləcək. Biz gördük ki, qapalı qapı arxasında tamam fərqli bir aspektdə çıxışlar eləyibdir. Ona görə mən kilsənin, diasporanın, hətta Rusiya bağlı qüvvələr və Paşinyan hakimiyyətinin üzvlərinin mütləq şəkildə aşağıda danışmaqları və iş bölçələməklərinin bilmələr şəkildə əminəm. Ona görə Azərbaycan prezidenti ciddi cəhdlə və onun nümayəndəsi bu günlər Cihon Bayramov Antalya diplomatiya forumunda
o məsələn bu cür kəsin şəkildə qoyur ki, konstitusiyada dəyişiklik olmadan biz heç bir sülh müqaviləsini bağlamayacaq. Yəni sən pas ötürmə əməliyyatı keçəcəksən, necə ki xatırlayırsınızsa bir vaxt Ermənistanda Paşinyan güya ki Ter-Petrosan hakimiyyəti Azərbaycanla razılaşma mərhələsinə çatırdı. O zaman orada aləm qarışdı bir-birinə falan. Yəni parlamentdə güllələnmə, dəyişiklik falan. Əslində pas verdilər bir-birlərinə və məsələni uzatdılar. Bu bir neçə dəfə belə mərhələlər olubdur. Hətta Sərkisyan da sonradan Köçəryanın başqasının hakimiyyət tuturmələrdə o məqamlarda baş verirdi ki, danışıqlarda müəyyən irəliləyişlər olurdu və Azərbaycanın mövqeləri bərk idi. Ona görə mən düşünürəm ki, indiki məqamda da hətta sərhəddə baş verən ki, hadisələr vardı. O da Paşinyandan xəbərsiz deyil. Bəzən məsələn şərhcilər belə şərh eləyirlər ki, bəlkə bunun heç xəbəri yoxdur məsələlərdən, amma bu atışmalar var falan. Mən inanmıram buna ki, o qədər kontroldan çıxmış məsələ olsun. Fikrimi bitirirəm. Buyurun, buyurun. Sadəcə olaraq burada bir dənə nə məsələ var burada? Baxın, düşünülmüş şəkildə bu arada sosial şəbəkələrdə o bir erməni terror təşkilatı var. Yekipara nədir belə? Para veteranlardır. Onların rəhbərinin sərhəd bölgələrə getdiyi nümayiş olundu, göstərildi. O düşünülmüş şəkildə göstərilirdi ki, atəşkəsçi bizlik deyil pozmaq. Bunlar eləyirlər və bir dənə də Xarici Nazirləri tərəfindən çağırış oldu ki, gəlin monitoring qrupu təşkil edək, görək bunu kim eləyir. Axtarıb tapsaydılar da onun altında o yekipara çıxasıydı. Yəni bu Ermənistan iradəsinin asılı olmayan bir məsələdir kimi. Ona görə mən düşünürəm ki, Azərbaycan tərəfi bütün bu blef addımlara inanmamalıdır. Bugünkü vizyonu və proseslərə yanaşması tamamilə doğrudur. Əgər bir ölkəyə, bir ölkənin konstitusiyasında ərazi iddiası varsa, birmənalı şəkildə ondan heç bir müqavilə bağlamaq doğru deyil. O şərtlər altında sülh müqaviləsi bağlamaq o konstitusiyandan ərazi iddialarını hətta qəbul eləmək kimi tərəfimizdən səslənə bilər. Bu birmənalı budur. İkinci bir tərəfdən də bayaq dediyimiz kimi, ATƏT Minsk qrupunu sən buraxmırsansa, şərtə bağlayırsansa, bu deməkdir ki, sən münaqişəni bitmiş saymırsan. Onda sən kapitulyasiya aktını imzalamaq üçün biz növbəti sülhə məcbur etmə əməliyyatları keçirmək məcburiyyətində qala bilərik. Bunu da ölkə prezidenti dolayı yolla o çıxışlarında diqqətə çatdırmışdı bəli məsələn. İranla Ermənistan xüsusi təyinatları hərbi təlim keçirdilər. Bu deyəsən 2 gün davam elədi. Özdə diplomatik forum ərəfəsində oldu bu təlimlər. Eyni zamanda Azərbaycan mövqeləri atəşə tutulurdu. Yəni bu fond çərçivəsi, daha doğrusu ərəfəsində biz İran-Ermənistan xüsusi təyinatlarının birgə hərbi təliminin şahidi olduq. Biz İranla son dövrlərdəki münasibətlərə bir nəzər salsaq, görürük ki, əslində yaxşıya doğru gedir. Yəni əvvəlki kimi bir çətinlik yaratmağa çalışmırıq. Onlar da bunu etmək istəmirdi. Amma ara sıra o sanki balans pozulmuş kimi gəlir bizə. İndiki məqamda ermənilərlə bir yerdə hərbi təlim nəyə lazımdır və Ermənistan xüsusi təyinatlarının təlimi Azərbaycana hansı mesajı ötürür? Burada da məsələnin bir neçə məncə kökündə səbəbdə, yəni birisi İran tərəfindən Amerika tərəfi arasında olan münasibətlərdir. Yəni, ondan əvvəl Amerikanlarla bir yerdə təlimlər olmuşdu bura. İndi İranın gəlməsi bu deməkdir ki, daha çox bölgədə söz sahibi mənim. O vaxt qıcıq vermişdilər ki, onlar başqa bölgədən bura gəlməsinlər. Və bugün baxmayaraq ki, indi oturdular Omanda danışdılar Amerikanla, bu günləri deyəsən İran arasında söhbət danışıqlar gedir. Amma buna baxmayaraq hər iki tərəfdə əzələdə nümayiş elətdirirlər. Birisi deyək ki, İran sualtı qayıqlarını ortaya gətirir, Amerika tərəf təyyarə daşıyan gəmilərini, B-52 təyyarələrini gətirib yığır. Diago adası nədir, İrandan 3000 kilometr aralıda orada göstərir. Trumpın açıq şəkildə ultimatum var ki, 2 ay müddətində məsələ olmasa bombalayarıq falan. Yəni bu vəziyyətdə həm də əzələ nümayişli Amerika qarşı. Üstəlik Azərbaycana qarşı da bir bu ən azından sayğısızlıqdır. Məsələn, siz özünüz indi bu sualı verəndə onun preambul əsasında bir şey toxundunuz. O ərəfədə bunu keçirirlər ki, bizə qarşı atəşkəs var. Bu həm Ermənistan tərəfinin tövrlərinə hərbi dəstək daşıyır. O dövrdə bir yerdə təlim keçirsən. İkinci, İran həmişə deyirdi ki, Ermənistan-Azərbaycan münasibətlərində o torpaq məsələləri ərazidə bizim qırmızı xəttimizdir. İran tərəfindən Zəngəzur Ermənistandır ifadəsi deməkdir bu. Gəl burada. O qaçaqaç o dövrdə gəlib qafanda bir tövlədə bir konsulluq açmışdılar onlar hamıdan qabaq. Və indi siz deyirsiniz ki, İran tərəfdən yumuşaq falan. Azərbaycan tərəf mütəmadi olaraq qonşuluq siyasətində bütün konvensiyalara uyğun olaraq, bütün diplomatik normalara uyğun olaraqdan tam
sıfır problemli qonşuluq siyasəti yürüdübdür. Azərbaycan tərəfdən heç vaxt təşəbbüs olmayıbdır. Amma bunun cavabı olaraqdan nə indiyə qədər Tehranda səfirliyimizə basqın olan adam cəzalandırılıbdır, nə Azərbaycan prezidentini və onun timsalında Azərbaycan xalqını təbii ki, təhqir edən o molla bir cəza alıbdır və Azərbaycan tərəfinin dəfələrlə çağırışına baxmayaraq İran rəhbəri tərəfindən buna bir reaksiya yoxdur. Hətta Azərbaycan prezidenti özü də soruşdu ki, mənə onların reaksiyası çox maraqlıdır, reaksiyalar nə olacaqdır, sustular. Mən hesab edirəm ki, İran tərəfdən bizə qarşı münasibət heç vaxt yaxşı mənada görünmədi. İndi doğrudur, biz Araz üzərindən körpülərin salınması məsələsinə baxırıq ki, Zəngəzur alternativ kimi təqdim olunur bu. Heç bir halda Zəngəzur və o İran dəhlizi bərabər tutula bilməz. O Zəngəzur dəhlizi birinci hüquqi mənada bizim öz ərazimizdir. İkinci, hələ Sovet İttifaqının o sənədlərinə baxsaq, o dəmir yolu və ətrafındakı torpaq Azərbaycan mülküdür. O vaxt verilmişdi. O vaxtların Mehridə, başqa yerlərdə biletlər Azərbaycan satılırdı. Azərbaycan dəmir yollar idarəsidir ora. Yəni, mülkiyyət olaraq bizim mülkiyyətimizdir əslində. Üstəlik də ki, hörmətli Akif bəy də o məsələyə toxundu. Biz bütün məsələlərdə Zəngəzur məsələsi ilə bağlı olaraq tarixi bizim hüquqi məsələlərimiz var ki, hələlik ona bugün toxunmuruq. Amma mən hesab edirəm ki, elə burada bir məqamda xüsusi olaraq qabatmaq istəyirəm ki, nə cür nə olursa olsun biz zamanla gələcəyə mütləq şəkildə 20-ci illərdəki verilmiş torpaqlarımız, o cümlədən 29-cu ildən ki, sonra Zəngəzur verildi, 20-ci ildə Zəngəzur verildi, 29-cu ildə Mehri hissəsi verildi də, yəni. Verilmiş torpaqlarımız, sonra verilmiş ərazilərimiz məsələsində elə şəkildə müddəaları saxlamaq ki, sülh orada açıq qalsın. Necə ki, ermənilər müəyyən məsələləri açıq saxlamağa çalışırlar, konstitusiya dəyişdirmək istəmirlər və s. və ilə axır. Biz də onu o cür eləməliyik. Və ikinci məqamda mən mövzuya qayıdacağam. İkinci məqamda biz müqavilədə o ki, bəzi biz tələblərdən geri götürmək qarşılıqlı olaraq beynəlxalq məhkəmələrdən tələbləri geri götürmək məsələsi var. Ermənistan bizdən nə tələb edəcək? 30 il bizim ərazimizi işğal edibdir, çalıb tapıb, talib aparıbdır, soyqırım edibdir və s. və ilə axır. Bizim 480 milyard təzminat məsələmizdə yenə hansısa formada açıq saxlamağa bacarmalıyıq. Buna son verə bilmərik. Bu, bizim gələcək nəsillər tərəfindən indiki bizim nəsillərə qınaq olar ki, bu məsələ üstündən niyə keçdiniz? Və dünyadakı bütün dövlətlərə də ki, Azərbaycan tərəfinin boş, yumuşaq bir dövlət kimi təqdim olunur. Azərbaycan özünü möhkəm dövlət kimi təqdim eləməlidir ki, Azərbaycana gələrsən, zərər verərsən, sənə təzminat ödətdirərik. Necə ki, İsrailin idmançılarını Olimpiyadada öldürmüşdülər, dərhal fərman verdilər ki, hamısı tapılsın, infaz olunsun. Tapıldı və infaz olundu. Bildilər ki, İsrail vətəndaşının zarafat eləmək olmaz. Azərbaycan da bu məsələdə tövr qoymalıdır. Qayıdıram mövzuya ki, burada İranın bu cür əl-qol atması həm də Suriyada itirdiyi bunun mövqeləri vardır. Hizbullah məsələsində, Həmas məsələsində, o ərazilərdə, İraqda ki, mövqelərini itiribdir, gücünü itiribdir. Bölgədə Türkiyə ilə bir, belə deyək ki, rəqabəti var burada. Bu bölgə bu formada Ermənistan vasitəsilə daxil olmaq istəyi də vardı. Üstəlik də sonraki bir versiyada budur ki, Ermənistan ki, tərəddüdləri yarandı. Rusiya-Ukrayna müharibəsindən sonraki yavaşıdı qərbə bunun addımları. Hərçədə mən hesab eləmirəm geri dönüş olacaqdır. O istiqamətdə davam edəcəkdir. Ermənistan bu məqamda, İran bu məqamda Ermənistanın nə Rusiya, nə Avropa İttifaqı İran yanında yansı qalması məsələsində çox maraqlıdır. Həm də o Türkiyə məsələsindən bağlı. Bölgədə Azərbaycan-Türkiyə tandemi olduğu kimi İran-Ermənistan tandemi də zaten həmişə olmuşdu. Onu burada saxlamaq, bərpa etmək düşüncəsindədir. Ona görə bütün bunlar təbii ki, bizim xeyrimizdə işləmir və bizim ərazimizdə gəlib yaxınlığında bir hərbi təlim keçirirsə, İran ən azından Azərbaycan tərəfindən məsləhətləşməlidir. Bir ara əvvəl zaten Azərbaycanla bir yerdə sərhəddə iş görülmüşdü, təlim keçirilmişdi. Hər öz ərazisində keçirirdi təlimim, amma ortaq bir yanaşmam. Amma burada indi Zəngəzur ərazisində girib orada təlimlər keçirmək, bu biraz bir addım irəli getməyə oxşayan məsələdir. Sən buradan yol açırsan, Zəngəzurun açılması imkan vermirsən, İrandan yol açırsan, ona görə açırsan ki, Zəngəzur işləməsi iqtisadi sənin imkanların yaransın. Buradan hamı daşımalar buradan olsun. Orta yol bağlı olsun. Zaten Rusiyadan gedən yol bağlıdır. İpək yolu adını qoyaq ki, bir İpək yolunun birisi. Afrika burnunda təhlükə vardı, oradan yol keçmir. Hələlik Davud yolu açıq deyil. Türkiyənin təklif elədiyi İraqdan keçən yol bağlıdır. Bir dənə yol qalır burada. Bu yolda ki, sən bağlayıb alternativ pul qazanmaq istəyirsən buradan. Həm buradan pul qazanmaq istəyirsən,
Azərbaycan ərazisindən keçən Azərbaycan hesabına, həm də Azərbaycanla düşməsi eləyənlə bir yerdə Azərbaycana pressing edirsən. Ona görə mən İranın bu məsələlərdə səmimiyyətinə inanmıram. Azərbaycan tərəfi bununla bağlı oxşar tədbirlər bir deyək, ya bir hansı bir tədbirlər də görməsi məncə məqsəd uyğundur. İran-Azərbaycan münasibətləri ilə bağlı olan mövzuda sonuncu hissəni istəyərdim müzakirə eləyək. Məsələn, son məlumatlara görə Paşinyan kəndlərdən birinə gedib, sərhədyanı ərazilərdən söhbət gedir. Pul söhbət ediyor orada. Bəli, bəli. Həm də nar söhbət edib. Deyib ki, əgər Zəngəzur dəhlizi açılacaqsa, tonlarla nar sata biləcəksiniz və bizim milyonlarla gəlirimiz, milyardlarla hətta gəlirimiz olacaq bu Zəngəzur dəhlizinin açılmasından sonra. Sanki bəzi məqamlarda bunu təşviq edilmiş kimi davranış sərgiləyir Paşinyan. Elə bundan yola çıxaraq Zəngəzur dəhlizi ilə bağlı məsələ necə həll oluna bilər? Bu məsələni təkərin altında daş qoyub yubada bilərlər. Amma onun qarşısını ala bilməzlər. Bu proses elədir ki, Zəngəzur dəhlizi mütləq şəkildə açılacaqdır. Burada çünki söhbət təkcə Ermənistan və Azərbaycan maraqları və onların dəhlizə münasibətindən getmir. Həm bütövlükdə Türk Dövlətlər Təşkilatına daxil olan dövlətlərin hamısının maraqları, xüsusən Türkiyənin marağı, üstəlik Avropanın marağı var burada. Son vaxtlar, biz sizin üstədə bunu bir neçə toxunmuşduq məsələyə. Qərb dövlətlərinin, böyük dövlətləri Orta Asiya respublikalarının ciddi şəkildə maraqlanırlar və onlarla əməkdaşlıq etməyə çalışırlar və onların əməkdaşlıqlarının, iqtisadi əməkdaşlığını reallaşdırmaq yolu, ən asan yolu buradır. Yəni, bayaq dedik, biz okean kifayət qədər təhlükəlidir, o Afrika burnu, Husilərin orada törətdiyi hadisələr, nə bilim, Panama kanalında müəyyən başqa problemlər var, Davud yolunda başqa problemlər var. Rusiya sanksiyalar altındadır, İrandan keçmək mümkün deyil. Bu yol çox kifayət qədər əhəmiyyətlidir. Həm də o dövrə təsadüf verir ki, beynəlxalq böhran vardı, qlobal böhran vardı maliyyə məsələlərində, Trumpın məğlub qərarlarından sonra. Ona görə burada həm Avropanın təsiri olacaq, həm Çinin özünün, burada maraqlarda yaxşı mənada toqquşur, mallarını aparmaq maraqlıdır. Rusiya özü belə, burada müəyyən mənalarda tormozocu rol oynasa da müəyyən məsələlərlə bağlı olaraq ki, istəyirdi Paşinyan dönəmində olmasın. İndi o da istəyir ki, bir buradan nəfəslik açılsın. Çünki dünənləri Lavrov Ermənistana biraz ultimativ şəkildə bəzi şeylər danışdı, sıxışdırma haqqında bir dolayısıyla bir işarələr elədi. Amma əslində Ermənistana ona görə dəymir ki, Ermənistan əslində son vaxt iqtisadiyyatında yüksəlmə, Rusiya mallarını ərazisinə sanksiya qoymuş malları daxil edib ixrac eləməkdən, yaxud da Rusiya gələn malları daxil edib Rusiya ixrac eləməklə qazanır, daha çox oradan qazanır bu pullar, ya pulların transferindən qazanır. O mənada toxunmurlar. Amma bu yol açılandan sonra o asılı qalmayacaq artıq. Deməli, həm də ona görə cəhd edir ki, o 20-ci il müqaviləsindəki 9-cu bəndəki kontrol da FSB-nin əlində olsun Rusiya sərhəd qoşunlarının. Mən kontrol eləyərəmsə, yol da açılarsa, heç bu Ermənistan kimi bir axmağın birisi də mənə lazım deyil ki, burada gündə başımı bir oynasın kimi bir şey ortaya qoya bilər. Ermənistan da bunu anlayır, bir profilaktik tədbir görür. Məsələn, Türkmenistanın qaz haqqında müqavilənin danışıqları gedir onların arasındakı olsun, ya Türkiyə ilə çarşı ki, açılımlar olsun. Ona görə, burada belə bir qəliz bir vəziyyət yaranıbdır. Hər kəs çalışır ki, bu məsələlərdə artıq son sözünü desin Zəngəzurla bağlı. Amma bunu çox uzatmaq heç kimə sərf eləmir. Hətta Ermənistan özünə də çox sərf eləmir. Ermənistan indi dönəmdə açılım olarsa ki, siz deyirsiniz Paşinyan ki, artıq cəmiyyətə bu məsələni biraz yedizdirir, qəbul etdirməyə çalışır. O nə ilə həvəsləndirə bilər? Bu əyalət inkişaf edəcəkdir, demoqrafik dəyişiklik olmayacaqdır. Son vaxtlar çünki orada xeyli köçənlər vardı, bunlardan çox ehtiyat edirlər və siz buradan qazanc götürəcəksiniz. Əsas iqtisadi maraqlar. Yəni, maraq, müxalifətin gələcəkdə öz maraqları naminə Zəngəzuru bunun əlini qaldıracağı şüarı öz xeyrinə həmin əhalinin adından qaldırmağa çalışır ki, təşviqli açılsın. O ifadə də belə deyil. Əgər bunu ictimai şüura artıq yeritməyə çalışırsa, bu onun aparatında mütləq şəkildə hakimiyyət orqanlarında müzakirə olunmuş bir məsələdir ki, artıq bunun cəmiyyəti tərqin edilməyə başladı. Yəni, bunların artıq maraqları vardı. Üstəlik də bayaq indi Akif də toxundu. Bizim o İran-Azərbaycan arasındakı Kötamdan oradan Kötamdan bir körpü, burada Zəngicanın ikinci körpü və Araz oradan bir dəhliz açılır. Ermənistan baxır ki, bunsuz da bu məsələ işləyər. Artıq buradan bəlkə biraz bizə deyək ki, xərcimiz olar, amma işləmə onun heç bir xərc burada qazancı olmayacaqdır. İki halda da bu yolun giriş-çıxışı bizim əlimizdə olur. Zəngəzur dəhlizi olanda da Araz dəhlizi adını qoyaq da bizim yəni Naxçıvandan və Zəngəzurdan, Azərbaycan ərazilərindən giriş-çıxış vardı. Hardan gedirsə getsin bura. Üçüncü dövlətdən deyil. Ona görə bunu da görür.
ki Azərbaycan İran arasında bu artıq razılaşmada vardı və İran logistika ilə məşğul olan xanım gəlmişdi bura. Onların adı nə cür gedir bilmirəm o idarə. Yol və Şəhərsalma Nazirliyi. Şəhərsalma naziri gəlmişdi. Böyük ehtimalla o məsələdən sonra da bunlar çox narahat olublar ki, artıq biz bilməli şəkildə yenə oyundan kənarda qalacağıq. Azərbaycan prezidenti son burada keçirilən forumda da ifadə elədi. Bir çox məsələlərdə Ermənistan özünü dalana apardı, saldı. Enerji dəhlizi məsələn. Biz Gürcüstandan yox, bunu Ermənistan üzərindən qısa yolla da elə bilərdik. Ya qatar yolları, Qars yolu, nə bilim, Bakı-Tiflis-Qars eləməkdənsə buradan edə bilərdik. Bütün bunlardan kənarda qalıb. İndi də kənarda qalsa, artıq sabah Ermənistanın o ki, bir deyək ki, qara pullarla ki, dirçəlib iqtisadiyyatın Rusiyanın hesabına, o məsələ də qapadılandan sonra çox pis vəziyyətdə qala bilər. Yəni, qarşıdan da seçkilər gəlir. Ona görə seçkilərə qədər məncə İctimai rəyi Paşinyan hazırlayandan sonra Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasında bizdən daha çox maraqlı olacaq. Sonuncu hadisələrdən biri Rusiyanın Sumını raket zərbələri ilə ateşə tutması oldu. Nəticədə 100-ə yaxın yaralı var, 30-dan çox dünyasını dəyişən şəxs var və şəhər xarabaya bənzəyir sözün əsl mənasında. İndi bir məsələ də var ki, Türkiyədə Ukrayna və Rusiya nümayəndələrinin görüşü olacaq. Bununla bağlı CNN Türk məlumat yayıb. Deyilənlərə görə müharibənin diplomatik yollarla həllinə yönəlmiş bir görüşdən söhbət gedir. Nəticələr və razılaşmalar barədə ictimaiyyətə məlumatlar təqdim ediləcək. Açıqlama bundan ibarət. İndi bilmirəm, Türkiyə də çox səy göstərir bu münaqişənin bitməsində rolu olsun və bu münaqişəni bitirsin. Amma hələ ki nail ola bilmir. Növbəti İstanbul görüşü problemi həll edə bilər? Hər halda yaxınlaşmaq üçün bir addım hesab edə bilərik. Daha doğrusu Ankara. Yaxınlaşmaq üçün bir addım hesab edə bilərik. Amma orada hər hansı bir xüsusi nəticənin olacağı gözlənilmir. Çünki tərəflər öz aralarındakı hansısa istəklər vardı. Ortaq mövqeyə gələ bilmirlər heç bir istək ətrafında. Üstəlik də moderatorluq eləyənlərin də istəkləri uyğun deyil, ortaq deyil. Bunun özü də ciddi məsələdir. Bir var ki, moderatorlar tutaq ki, Türkiyə, Avropa Birliyi və Amerikanın istəkləri sabit olsun və eyni olsun. Onda iş daha da rahatlaşar. Amma burada da bir sabit yanaşma yoxdur. Və Rusiya qəti şəkildə atəşkəsin olmasında maraqlı olmadığını bildirdi və əməl eləməlidir. Ukrayna isə atəşkəsin olmasında maraqlı olduğunu bildirdi. Atəşkəsi razılaşdırdı. Bir üstünlüyü ondan ibarət oldu və ona görə dəstək qazandı ki, o dedi ki, biz itirilmiş ərazilərimizdən bağlı olaraq hərb yolla yox, diplomatik yolla da onların qaytarılması məsələsini müzakirə edə bilərik. Amma Rusiya tərəfdən bu ifadə də yoxdur. Ona görə indi Türkiyədə proseslərə ona görə biraz inanmaq olar ki, birinci bir mərhələdə Türkiyənin vasitəçiliyi deməli nəticə vermişdi taxıl məsələsində və əsirlərin dəyişdirilməsi məsələsində. O məsələdə xüsusən əsirlərin dəyişdirilməsi, alınması məsələsi vardı, Ukrayna əsirlərin alınması. Onda Ukrayna tərəfi Türkiyə xüsusi bir minnətdarlıqla yanaşır məsələlərə. Rusiya tərəfdə açıq Amerikanlarla ilkin mərhələdə bir şeylər danışmasına baxmayaraq, son danışıqlarda heç Ukrayna məsələsini masaya yatırtmırlar. Xüsusən iki ölkə arasındakı məsələləri müzakirə edirlər və o məsələdə güvənmirlər ki, Trump bu məsələdə dəstək verəcək. Xüsusən məsələn, Ukrayna məsələsində son vaxtlar Trump yeni bir qərar verdi ki, o sanksiyaların vaxtını bir il yeni uzatdı. Və yaxud da Biden tərəfindən verilmiş silahların qarşı alınmasına söhbət edəcəkdi, heç bir qarşı alınmadı. Yaxud da PEC sistemindən dəstək var idi, onu kəsəcəklərini demişdilər, heç kəsmədilər, məlumatlar da getdi. Və yaxud da Amerikan tərəfdən indi bir fikir səslənir ki, mən baxdım yeni bir fikir idi ki, əgər atəşkəs olarsa, onda müəyyən dövlətlərin, Fransanın, İngiltərənin, başqalarının özünün bir fəaliyyət zonası elan olunsun Ukraynada, hansısa bir ərazidə, səlahiyyət zonası daha doğrusu. Bu nümunə 2-ci Dünya Savaşından sonra Almaniyada olmuşdu. Yəni, Rusiya, Amerika, İngiltərə, Fransa səlahiyyət zonaları olmuşdu və AFR ilə ADR yaranmışdı o vaxtları. Ona oxşar bir model təklif edir. Amma deyir ki, mən burada Ukraynanın suverenliyini tanımaq şərti ilə bunu deyirəm. Atəşkəs olsun, Dneprin qərbində isə bu zonalar müəyyənləşsin. Hətta deyir ki, hər tərəf 15 km geri çəkilsin, bir bufer zona yaransın. Bufer zona olsun ki, burada atəş açılmasın vasitəçi olan ölkələri. Yəni, belə bir vəziyyətdə Rusiya görür ki, artıq ilkin məqamda başlayan danışıqlar ki, Ukraynaya çox ciddi şəkildə baskılar var idi. Şərtlər dəyişibdir
və şüarlar da dəyişibdir, tezislər də dəyişibdir. Artıq Fransanın, İngiltərənin rəhbərlərinin Trumpla görüşündən sonra xüsusən artıq meydana həm də Avropa İttifaqı buraxılıbdır və onların verdikləri dəstək, verdikləri töhfələri də Amerika tərəfi qəbul eləyir. Belə məqamda mən hesab eləmirəm ki, Rusiya indi Amerika əvvəlki qədər yaxınlaşsın. Türkiyənin şərtlərinə ola bilər, amma Türkiyənin də bir yanaşması var. Türkiyənin sümükləşmiş şəkildə yanaşması budur ki, xüsusən Krımla bağlı ki, Krım Ukrayna ərazisidir. Ukrayna ümumiyyətlə ərazi bütövlüyünü tanıyır və işğalı tanımır. İstəyir ki, hər kəs onun suverenliyini tanısın və elə bu diplomatik forumda Türkiyədə Ukrayna nümayəndə heyətində 3 nəfər çox ciddi Krım nümayəndəsinin Mustafa Bəyovun iştirakı və məclisin sədrinin iştirakı, Renat bəy deyək onun adı. 3 nəfər ciddi diplomatın iştirakı nümayəndə heyətində Ukraynanın olması da elə-belə sadə məsələ deyil. Onlar da danışıqlarda iştirak edirlər. Yəni, Krım məsələsi xüsusi bir ağırlıq olan məsələdir və Qara Dəniz məsələsi. Bütün bu danışıqlarda, deyək ki, məsələn, bugün Omanda danışıqlar olursa Amerikanın, Rusiya tərəfindən, xüsusən Qara Dəniz məsələsi qabardılır, təhlükəsizlik məsələsi, atəşə məsələsi. Türkiyədə bütün məsələlərdə də Qara Dəniz məsələsi qabardır, ortaya qoyur. Qara Dəniz məsələsində Amerikanın baxışı bir cürdür, Rusiyanın baxışı bir cürdür, Ukraynanın baxışı bir cürdür. Ona görə belə məqamda oxşar baxış Rusiyanın burada Türkiyənin münasibəti ola bilər. Amma yenə deyirəm, bu sadəcə olaraq müəyyən yaxınlaşma və yaxud da növbəti raundlarda Türkiyənin imkanlarının və iştirakının artırılması ola bilər. Amma orada hər hansı bir nəticə alınacağı və ümumiyyətlə bu proseslə bağlı yaxın zamanlarda nəticə alınacağı gözlənilmir və çünki Ukrayna ultimatum verdi ki, bizim 110 briqadamız tam hazır vəziyyətdədir və bizim 110 briqadamız bir qarış da torpağımızın verilməsinə bağlı olaraq razılıq verməyəcəkdir. Şərtlər çox sərtdir və hesab edirəm hələ savaş davam edir.